Bizim bugünkü növbəti sınaq müsahibəmiz məhz Rəhimə xanımla bərabərdir. Rəhimə xanım müsahibəsi yaxın zamanda olacaq və müraciət etdiyi qurum Gənclər və İdman Nazirliyidir. Gənclərlə iş şöbəsidir və biz qanunvericiliyi, dünya görüşünü, eyni zamanda vəzifə proqramına aid sualları mən Rəhimə xanıma ünvanlayacağam və Rəhimə xanımın verdiyi yekun cavab əsasında müsahibədən keçib keçmədiyini müəyyənləşdirəcəyik. Əgər keçiriksə, hansı səbəblərə görə keçirik, nəyə diqqət yetirdiyimizə görə keçirik. Əgər kəsiliriksə də hansı məqamları səhv etmişikdik, ona görə kəsirik və bu məqamları da ən sonunda sizin diqqətinizə çatdıracağam. Belə, neçə ayda hazırlaşırıq, inanmıram ki, biz orada kəsilək, eləmi? Rəhimə xanım, belə, bizə biraz özünüzdən danışın və müraciət etdiyiniz vəzifəni deyin. Yaxşı. Deməli, birinci, indi mənim 3 ekspert sizə sual verəcək. Birinci qanunvericilik, daha sonra dünya görüşü, ən sonunda vəzifə proqramı və əsl müsahibədəki kimi. Birinci başlayırıq qanundan. Bizə deyin zəhmət olmasa, Konstitusiya qəbul edildiyi gün hansı qanun qüvvədə düşür? Konstitusiyanın nömrəsi neçədir? Konstitusiyanın hansı maddəsinə biz dəyişiklik və ya ləğv edə bilmərik? Bəli, hansı maddəni biz dəyişiklik və ya ləğv edə bilmərik? Dövlət teli maddələri. Bunu başa düşdüm. Bunu mən düz qəbul edirəm. Bəs o 3-cü fəsil söhbət nədir? Onu bir dənə təkrar deyin. Tam olaraq qeyd deyil. Birinci sən düz qəbul edirəm. O 3-cü fəsildə olan söhbət düz qəbul edirəm. Konstitusiyanın 155-ci maddəsinə baxarsınız. Kimlər dövlət qulluğuna qəbul edilə bilməz? Yaxşı, bəs kimlər ümumi müsahibədə iştirak edə bilər? Doğrudur. Loyallıq nədir? Bəs dövlət qulluqçusu barəsində intizam icraatı hansı halda başlanıla bilər? Yox. Söhbət etik davranışlar haqqında qanundan gedir. Deyirəm ki, dövlət qulluqçusu 3 halda intizam icraatı başlanıla bilər.
Yaxşı, doğrudur. Korrupsiya riskinin müəyyən edilməsi, qiymətləndirilməsi və təhlili işləri həyata keçirilərkən bəzi məlumatlar var ki, onlar nəzərə alınmalıdır. O məlumatlar hansılardır? Yaxşı. Müraciətə baxılmasının prinsipləri. Vətəndaşın müraciət etmək hüququ ilə dövlətin maraqlarını uzlaşdırılması, biraz orada yazıldığı kimi cavab verək. Diskresion səlahiyyət nədir? Sənədlərin təşkilata dövriyyəsi nədir? Yerbin qabarıq təsviri hara vurulub? İndi sonra. Bax, deməsə səhv qeyd edəcəm bura. Milli Məclisin iclas salonuna sədrin xidmət otağına. Sonra. Deyə bunu yarım qeyd edirəm, yarım düz qeyd edirəm. Bununa baxın, G-dədir. Yaxşı, dövlət himni əsgəri salam vermə zamanı oxunma qaydası. Daxili Xidmət Nizamı məhsulunadır. Daxili Xidmət Nizamı məhsuludur. Yaxşı, 1994-cü ilin 23 sentyabr deyirsiniz. Bəs 3 gün qabaq 1994-cü ilin 20 sentyabrında nə hadisəsi baş verib? Neçə ölkə arasında? Kifayətdir, yox. Qanunda yox, sadəcə keçid elədim, dünya görüşünə sual verdim. Hələ qanunu davam etmək istəyirəm biraz da. Görək vəziyyətimiz nə yerdədir. Yaxşı, hər kəs nədən istifadə eləyərək azad sahibkarlıq hüququ ilə məşğul ola bilər? Hər kəs nədən istifadə edərək? Bunu səhv qeyd edirəm. Konstitusiyanın 59-cu maddəsinə baxın. Keçdi daha. İmkan, əmlak qabiliyyətdir. Konstitusiyanın 59-cu maddəsinə baxarsınız, keçdi o qatar. Getdi qatar. Bizə deyin, nə? Dövlət qulluğu nədir? Məqsəd və vəzifə həyata keçirmə sahəsi. Yaxşı. Dövlət qulluğu haqqında qanun neçə maddədən ibarətdir? Doğrudur. Dövlətin ali məqsədi Konstitusiyanın neçənci maddəsində yerləşir?
Bəs konstitusiyada ən vacib maddələrin biridir dövlətnamə məqsədi. Konstitusiyanın neçənci maddəsi yerləşməyi onu bilməliydik, ona baxın. Xeyr, neçənci maddəsi olduğuna baxarsınız. Kim qanun və məhkəmə qarşısında bərabərdir? Niyə hər kəs yox, hər bir şəxs yox, hər bir vətəndaş yox da məhz ora hamı yazılıb? Həm canlı, həm cansız ikisi bir yerə, yəni hamı gedir. Bunu demək istəyirsən? Konstitusiya sözünün hərfi mənası nədir? Quruluş və təsisat deməkdir. Yaxşı, məlumat azadlığı hansı qanuna görə məhdudlaşdırıla bilər? Bu doğrudur. Məlumat sahibi bizə məlumatı vermirsə, kimə şikayət edə bilərik? Doğrudur. Siz kərküzarlıq xidmətində çalışırsınız və təşkilatın rəhbəri deyir ki, bu sənədi məhv edin. Sənəd 3 üsulla məhv oluna bilər. Bu hansı üsullardır? Doqquz yüz 35 nömrəli kərküzatdan başqa hansı nömrə kərküzatlar mövcuddur? Kifayətdir. Bu qədər qaldı. Dünya görüşünə keçmək istəyirəm. Bir dünya görüşü sualı verim. Himnin müəllifi kimdir? Xəzər dövründə bizim ərazimiz nə qədər idi? Bunu bəzi mənbələr 113.9 da göstərir, amma biz müsahibədə bunu 114.000 kvadrat kilometr kimi qeyd edirik. 2025-ci ildə milli qəhrəman adı kimə verilib? Bunlar kimdir? Doğrudur. Milli qəhrəman olan bir şəxs əgər sağdırsa, vəfat edibsə onun ailə üzvlərinə bu ada görə, yəni milli qəhrəman adına görə nə qədər müavinət verilir aylıq? 2000 manat müavinət verilir. Əslində cavabı özüm deməməliyəm. Sadəcə izləyicilər üçün deyirəm ki, onlar da baxanda bilsin, qeyd eləsin. 2000 manat onlar müavinət verilir. Qarkənd faciəsinin baş vermə tarixi. Ümumiyyətlə Azərbaycanda ilk matəm günü hansı hadisə ilə bağlıdır? Ən son matəm günündə kimlərə milli qəhrəmanlıq verildi? İqor İvanoviç yoxsa Kişinyakin İqor? İqor İvanoviç deməyin. Kişinyakin İqor deyin. Yaxşı, bu belə. Bundan əlavə olaraq məsələn, gəlin baxaq nəyə? 2026-cı il nə ildir? 2019-cu il nə ildir? Niyə? Nəsimi filmində Nəsimi obrazını hansı aktyor oynamışdır? Vay vay. Bu belə. Buna yekə bir mənfi. Görək biz o aktyorumuzu niyə tanımırıq. Bundan əlavə olaraq gələk baxaq nəyə? Şərqdə ilk opera.
Kim tərəfindən? Qaraqarayev yoxsa Üzeyir Hacıbəyov? Ədəbiyyatla aramız yaxşı deyil, hə? Yaxşı. Onda bir şey bilmiriksə, biz bilmədiyimiz sahədən davam eləməliyik, eləmi? Ya ki, ümumi dünya görüşünü sual verəcəm sizə. Həm bizim dərsdə keçdiklərimiz, həm də məsələn bu digər yoldaşlar da baxanlar da bilsə ki, bu verdiyim sualların əksəriyyəti kitabda olmayan suallardır. Ki görək bizim vəziyyətimiz nə yerdədir. Gəlin baxaq deməli biz nə deyirik ki, COP1, yəni COP-un ilk toplantısı harda keçirilmişdir? Berlin harandır? Hansı şəhərdir? Neçənci ildə? Doğrudur. Heydər Əliyevə neçənci ildə general-mayor rütbəsi verilmişdir? Mehriban Əliyeva neçənci ildə birinci vitse-prezident statusunu almışdır? Doğrudur. BMT-nin yaranma tarixi. Yaxşı. Azərbaycan Xalq Cümhuriyyəti 3 qoldan ibarət idi. Bu qol hansıdır? Məhkəmə, hökumət, qanunverici yox. Ona baxın. Birinci Qarabağ müharibəsində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan 4 qətnamə hansıdır? Zəngilən rayonu və Horadiz qəsəbəsi 884 nömrəli qətnamə. Azərbaycanın ilk qadın şairi kimdir? Məsəd Gəncəvi deyilir. Lakin Məsəd Gəncəvi deyil. Məsəd Gəncəvi yaxşı bir fikirdir. Bunu cavab verdiyimizə görə mən buna 0 bal yazmaram, bir neçə bal yazaram. Mən sırf Məsəd Gəncəvi al çəkdiyimizə görə. Amma sırf Məsəd Gəncəvi deyəm mən. Ona baxın və kim bilirsə yoruma da yaza bilər. Dünyanın ən hündür şəlaləsi. Bəli, qadın şair. Dünyanın ən hündür şəlaləsi. Qeyd edin. Milli Dirçəli üçün nə vaxtdır? Doğrudur. Neçə iqtisadi rayon var? Neçə iqtisadi rayon var? Son sualım belədir. G7, yəni böyük yeddilik, G7, yəni böyük yeddilik ölkələri hansı ölkələri əhatə edir? Tam doğru deyil, amma doğru ölkələrin adları var.
Bəli, G7 hansı ölkələrə daxildir, ona baxarsınız. G7 var, bir də G20 var. Bir də onun fərqini sizdən soruşuram, onun fərqini də araşdırın. G7 ilə G20-nin fərqi. Bu belə. Keçirəm vəzifə proqramına. Deməli, Gənclər və İdman Nazirliyinə biz müraciət etmişik. Vəzifə proqramında nə yazılıb, nə yazılmayıb. İndi qurum nümayəndəsi sizə sual verəcək. Əsas nəzəri sizin oxuduğunuz özünüzə aiddir. Əslində mən çalışacağam ki, sizə praktiki sual verim. 2026-cı ildəyik və bu ildə Azərbaycanda hansı idman sahəsində yeniliklər gözlənilir, hansı idman oyunlarının ev sahibliyi eləyəcəyik, bu barədə danışın. Yaxşı, bəs Azərbaycan ən son hansı beynəlxalq turnirlərdə idmançıları qızıl medal qazanmışdır? Başa düşdüm. Gənc şəxslər hansı şəxslər hesab olunur? Neçədən 29-a qədər? Doğrudur. 2017-2021-ci dövlət proqramı nələr daxildir? Ümumiyyətlə, burada ən son statistik məlumatlar hansılardır? Doğrudur. Ümumiyyətlə, Azərbaycan Gənclər Günü nə vaxt qeyd olunur? Siz qeyd elədinizmi? Yenidən gənc olsaydınız, etmək istədiyiniz şey nə olardı? Hələ də gec deyil. Gəlin bizə Gənclər Evindən danışın biraz. Risk qrupuna olan gənclər kimdir ki?
Bir şey başa düşmürəm. Bu splitteş kimi başa düşürəm, amma energetik keçki dəqiq qeyd olunub ki, orada. Energetik keçki. Hansı maddədə, hansı qanunda? Yox, məsələn razıyam. Ümumiyyətlə 18 yaşdan aşağı energetik içkilərin və tütün məhsullarının satılması bu əlbəttə ki, yol verilməzdir. Bu bunlar müvafiq qərar. İndi siz bizə deyin görək. Biz sizi bu Gənclər və İdman Nazirliyinin aparatına qəbul eləmişik və sizə bir layihə vermişik ki, siz bu layihəni icra eləyin. Bu layihə nədən ibarətdir? Hansı ki, bu risk qrupuna aid olan gənclər adını çəkirsiniz, narkomaniyadan düçar olanlar və yaxud da ki, digər vasitələrdən istifadə edənlər. Bunların qarşısı alınması üçün hansı tədbirlər həyata keçirə bilərsiniz? Əsas regionlarda, paytaxt şəhərdə, ümumiyyətlə bu narkomaniyanın qarşısı alınması üçün biz Gənclər və İdman Nazirliyi olaraq sizi bu vəzifə qəbul eləsək, hansı addımlar atmağınızı tövsiyə eləyərsiniz və ya siz bu hərəkətlər üçün hansı layihələriniz olar? Onsuz da bu edilir. Onsuz da bu edilir. Sizin layihəniz nədir? Sizin yeniliyiniz nə olmalıdır? Onu deyin bizə. Onsuz da bu maarifləndirmə işləri həyata keçirilir. Kütləvi informasiya vasitələrindən, televizordan, mətbuatda və s. Siz nə edə bilərsiniz? Nə təklif edirsiniz? Düşünərəm, müsahibədə sizi. Bunun Allah qoysun nə vaxt düşünəcəksiniz? Buna cavab verməlisiniz ki, biz fikirləşməliyik sizin götürüb-götürməməyinizlə bağlı. İndi nə fikirləşirsiniz və ya bu olmasın, başqa bir sahə olsun? Maarifləndirici tədbirlər. Başa düşdüm. Bu qədər kifayətdir. Deməli, müsahibəni yekunlaşdırdım Rəhimə və hələ ki səs kaydı davam edir. Niyə görüntünü bağlamıram? Yəni ki, video kaydı dayandırmıram. Çünki istəyirəm ki, bizə baxan şəxslər də bilsin ki, vəziyyət neyindədir. İndi mən sənə yekun bal verəcəm hesablayıb. Təxminən qanundan 20-dən artıq sual verdim, 21 dənə sual verdim və 21 dənə sualına təxminən 2 dənəsindən cavab vermədim. Dünya görüşündən 16-17 sual verdim və dünya görüşündən təxminən 4 dənə suala cavab verə bilmədiniz. Məsələn, ilk şair kimdir? Bununla əlavə olaraq digərini özdə də qeyd eləmisiniz orada. Qanun və dünya görüşü vəzifə proqramına təxminən 15 sual qeyd elədim. Əslində həm praktik suallar, həm nəzəri suallara cavab verdik. Bir dənə bu layihə söhbətini biz orada demədik. Mən sizə demişdim ki, bir dənə bunun üzərində işləməliyik. Bax, biz bunu eləməliyik. Həmişə bütün namizədlərin verdiyi cavabdan biz qaçmalıyıq. Hamının ağlına maarifləndirici iş gəlməlidir. Biz orada fərqli məqam deməliyik. Orada bir fərqli bir fikir irəli sürməliyik. Yenilikçi olmalıyıq. Yenilikçi olmalıyıq. İndi bir dəqiqə. Deməli, sizi müsahibədən bugünkü gün cavaba görə 16 bal keçirir. Amma bax 16 bal keçirir, bəli, biz buna sevinə bilərik. Bugünkü gün sizin verdiyiniz cavab müsahibədə 16 ballıqdır. Bunun 16 balın əsl səbəbi birinci qanundur, ikinci dünya görüşüdür. Amma bunun 17, 17.7 olmamasının səbəbi həmin o layihəyə cavab verməməyiniz, bir də ki, dünya görüşündə və vəzifə proqramında əksik cavab verməkləriniz 17 və 17.7-dən almağımızın qarşısını alır. Biz ona görə məhz sınaq müsahibəsi həyata keçiririk ki, zəif nöqtəmiz hansıdır, əsl müsahibədən qabaq biz onu müəyyənləşdirək və aradan qaldıraq Rəhmə. Bax, buradan bizi izləyən şəxslərə də mən onu deyirəm. Yəni, həmişə sınaq müsahibəni eləyin. Sınaq müsahibəmizin əsas məqsədi odur ki, bizdə problem hardadır, onu necə aradan qaldıraq. Bax, məsələ bundan ibarətdir. Sizdə məsələn, bax, o layihə mənə desəydiniz, inan ki, bəlkə sizə 17 verərdik müsahibədə. O layihəni bir irəli sürməlisiniz. Bu tipli qurumlarda Gənclər və İdman Nazirliyi olsun, Turizm Agentliyi olsun, Energetika Nazirliyi olsun, bu tipli qurumlarda biz müəyyən bir layihə ilə irəli gəlməliyik. Müəyyən bir layihəmiz olmalıdır əlimizdə. Və verdiyimiz cavab da hamının verdiyi cavabdan fərqli olmalıdır. Bax belə. Qoy indi mən deməli bunu bağlayım. Oradan sonra deməli məqamlar nədir başqa?
Bizi izləyən şəxslərə də buradan uğurlar arzu edirik. Və bağlamaq yerini hələ ki tapa bilmirəm. Görüm bunu hardan bağlayıram. Deməli.